Reaksiya və tərcümə. Bugünkü tərcüməmiz The Golden Balance kanalından olacaq. Let me show you how to make my incredible spicy linguine pasta. Gəlin sizə mənim inanılmaz acılı linguini makaronumu necə hazırlayacağını göstərim. Bəh, makaron. Makaron çox sevirəm. Əgər çox yemək zərərli olmasaydı, demək olar ki, hər gün yeyərdim. Həm də bu makaron acılıdır. Acı çox da sevən deyiləm, amma arada yeyirəm. You can use red onion, but I prefer using shallots. Bu resept üçün soğan işlədə bilərsiniz, amma mən arpacıq soğanına üstünlük verirəm. Axın, bu soğanı çox yemək videolarında görmüşəm. Bir aralar bizim tərəflərdə də satmağa başladılar. Hatırladığım qədərilə dadı adi soğan dadı kimi idi. Everyone's gonna get the same type of love, but you should already know how to do that. İndi sənin ürək yağın eyni cür sevgini görəcək, amma sən artıq necə ediləcəyini bilirsən. Ürək yanğısı, heartburn. Dayan, bir bunu araşdıraq. Xəstəlik əlaməti imiş. Nəysə, əgər kimsə sarımsağa niyə ürək yanğısı dediyini bilirsə, səbəbin şərhlərə yazsın. And once the aromas start talking to your nose, get generous with tomato paste. Arama burnunuzla danışmağa başlayanda tomatla ələ açıq olun. Bu fikirlə razıyam. Niyə? Mən makaron yeyirəmsə, onun tomatı çox olmalıdır. Tomat sevgisi. Yeməyim acı, doğru söz olar acı. Sən də abunə ol, abacı.